Meditasiyaya keçmədən əvvəl su içməyi unutmayın. Hər kəs 1 stəkan və ya 2 stəkan su içir. Özünüzün rahat olacağınız bir yerə keçirsiniz. Uzanan uzansın, oturan otursun. Rahat olun, sərbəst olun və gözlərinizi yumun. Burundan nəfəs alın, ağızdan nəfəsi verin. Burundan nəfəs alın, ağızdan nəfəsi verin. Və bu prosesi 5-6 dəfə təkrarlayın. Hər dəfə nəfəs aldıqca sanki ağappaq bir işığın burnunuzdan daxil olduğunu və ağzınızdan o havanı buraxarkən qapqara bir tüstünün bədəninizi tərk etdiyini təsəvvür edin. Yenidən nəfəs alın və nəfəsi verin. Bədəniniz, zehniniz, ruhunuz sakitləşir, arınır və təmizlənir. Normal nəfəs alıb verməyə keçirsiniz. Özünüzü bir çəmənlikdə təsəvvür edin. Sanki bir çəmənlikdəsiniz. Ayaq yalınsız və ayaqlarınızın altında torpağı, otu hiss edin. Sərin bir meh əsir və üzünüzdə o mehi artıq hiss edirsiniz. Bir nöqtədə dayanırsınız və ayaqlarınızın altından sanki ətrafa ağac kökləri kimi başlayırsınız kök atmağa. Bu kökləriniz sağa, sola, qarşıya, arxaya, eninə və uzunluğuna, bütün ətrafa yayılmağa başlayır. Artıq bütün bədəninizdən enerjinin ayaqlarınıza axdığını və oradan torpağın dərinliklərinə doğru getdiyini hiss edirsiniz. Kökləriniz yerin mərkəzinə çatır və yerin mərkəzindən ağappaq bir işıq kanalı sürətli bir şəkildə torpağın üzərinə qalxır və ayaqlarınızın arasından keçib bədənimizə daxil olur. Bu enerji ayaqlarınızdan topuqlarınıza, dizlərinizə qalxır, belinizə qalxır, qarın boşluğuna, mədə boşluğuna və ürəyinizə qədər gəlir. İndi isə deyirsiniz ki, niyyət edirəm öz mənbəyimə qoşulmağa. Aləmlərin Rəbbi olan Allahdan gələn ilahi nur, şəfa enerjisi, qoruma enerjisi səmadan gəlir və başınızın üstündən taxt çakradan bədənimizə daxil olur və bütün bədəniniz Yaradanın nuru ilə dolur, 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 dolur. Bu enerji başınızdan boynunuza, çiyinlərinizə, qollarınıza axır və ürəyinizə gəlib çatanda hər iki işıq birləşir və yumru bir enerji topu əmələ gəlir. İndi isə bu enerji topunu başlayırıq böyütməyə. Böyüyür, 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 böyüyür və böyüyərək bütün bədənimizi əhatə edir. Və artıq çəmənlikdəsiz siz bir enerji balonunun içərisindəsiz və mənimlə birlikdə siz qarşınızda gördüyünüz pilləkənləri yuxarıya doğru qalxmağa başlayacaqsınız. Qarşınızda yuxarıya doğru qalxan pilləkənləri var. Yaxınlaşırsınız pilləkənlara. Mən dedikcə bu pillələrə qalxacaqsınız. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16,
17, 18, 19, 20, 21. Artıq var olan hər şeyin yaradıcısının saf enerjisinin qatındasınız və hər kəs ürəyində deyir ki, niyyət edirəm Yaradanın saf enerjisini hiss eləməyə və niyyət edirəm maddi və enerji bədənimdə, 7 qat aura bədənimdə nə qədər negativ enerji, nəfs, nəzər, göz, həsəd varsa, mənə xidmət etməyən, bilib bilmədən energetik alanıma aldığım negativ enerjilər varsa, hər birinin Yaradanın nurunda təmizlənməsinə və Yaradanın işığına getməsinə niyyət edirəm. İndi isə bədənimizdən qara bir tüstünün bədənimizi tərk elədiyini görün, onu hiss eləyin. Buraxın, o enerji axsın, 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 axsın. Və indi isə birlikdə mənimlə o pelekanları yenidən aşağıya doğru enməyə başlayırıq. 21, 20, 19, 18, 17, 16, 15, 14, 13, 12, 11, 10, 9, 8, 7, 6, 5, 4, 3, 2, 1. Artıq çəmənlikdəsiz və indi isə ürəyinizdə deyirsiniz ki, niyyət edirəm öz mənbəyimdən əlaqəni yekunlaşdırmağa. Hazır olduqda gözlərinizi açırsınız. Şəfa olsun.